Görün Həzrət Əli nə buyurur? İmam Əleyhisselam buyurur, Tövratdan 12 ayə seçmişəm. Müqəddəs Tövratdan 12 ayə seçmişəm. Onları ərəb dilinə çevirmişəm. Hər gün onlara baxıram. Onların ikisini deyirəm sizə. 12 dənədən. Ey Adəm övladı, Allah Teala belə buyurur. Mən hər şeyi sənin üçün yaratmışam və səni özüm üçün yaratmışam. Heyvanlar sən üçündür. Ay, günəş hamı sənə xidmət edir. Səni yaratmışam ki, mənlə olasan. Bax, bu şirinliyi dadasan. Allah məni ehtiyacı yoxdur ya. Yəni, məqamım ucadır Allahla bir yerdə olmaq. Və sən də məndən qaçırsan. Nə var, hamısını sənin üçün yaratmışam, səni özüm üçün yaratmışam. Sən də məndən qaçırsan. Özü kimə tərəf? Həmin yaratdıqlarıma tərəf qaçırsan, belə deyək. O hədisin adı mən deyirəm ama. Qaçır heyvanla yaşayır. Qaçır pulla, dünya ilə yaşayır. Başqa bir kəlamına bax. Adəm övladı, hamısı səni özü üçün istəyir. Amma mən səni özün üçün istəyirəm. Düzdür ya, yox. Çoxlarımız bir-birimizi özümüz üçün istəyirik. Öz şəxsi mənafimizi düşünürük. Allah Teala bu ki, ey Adəm övladı, hamısı səni özü üçün istəyir. Və mən səni sənin özün üçün istəyirəm. Sən də məndən qaçırsan. Ona görə qardaşlar, insan olaraq dəyərimizi bilək. Əgər dəyərimizi bilməsək, insanlıqdan düşürük. Qur'an-ı Kərimə əsasən Qur'anda ayədir. Ulaikə kəl-ən'am. İnsan kimi yaşamaq istəmirsə, dəyərini bilmirsə, qədrini bilmirsə, Qur'an düşür ən'am, heyvanların səviyyəsinə.